Tarixlər 6 noyabr 2025-ci ili göstərir. Çox önəmli xəbərlə qarşınızdayıq dəyərli izləyicilər. Pakrovskdə ruslar darmadağın edilir, Ukrayna əskəri irəliləyir. Ekranlara yaxın əyləşin. Amerika Birləşmiş Ştatlarının Müharibə Araşdırmaları İnstitutu Ukraynanın Donetsk vilayətindəki Pakrovsk istiqamətində döyüşlərin son vəziyyətinə dair yeni bir hesabat yayıb. Mərkəzin məlumatına görə Ukrayna qüvvələri Dabropolya yaxınlığında xüsusilə Şaxova kəndinin şimal-şərq və cənub-şərq hissələrində taktiki uğurlar qazanıb. Ukrayna bölmələri hazırda bu ərazidə mövqələrini qoruyur. Qeyd edilir ki, Rusiya mənbələri daha əvvəl həmin istiqamətdə öz qüvvələrinin mövcudluğunu iddia eləmişdi. Ukrayna Baş Qərargahının məlumatına əsasən son sutka ərzində Rusiya ordusu Pakrovsk istiqamətində Ukrayna müdafiə xəttini 93 dəfə yarmağa cəhd edib. Düşmən Mayak, Pakrovsk və digər istiqamətlərdə hələ də hücumlar həyata keçirir. Dəyərli dostlar, hər birinizdən xahiş edirik. Videonun sağında gördüyünüz üstəgəl düyməsinə toxunmağı, videonu bəyənib paylaşmağı unutmayın ki, daha çox insan baş verənlərdən xəbərdar olsun.